Salam millət, hər vaxtınız xeyir. Ümid edirəm yaxşısınız, keyfiniz, əhvalınız yerindədir. Bugün ikinci videom olaraq Django'da email template auto necə şəkildə göndərilir, yəni avtomatik şəkildə necə göndərilir. Bunu qısa bir videoda sadə bir şəkildə izah etməyə çalışacağam. Yəni bir çox proyektlərdə bu istifadə olunur. Yəni demək olar ki, hər proyektdə belə bir funksiya olur. Kontakt formlarda və yaxud da login registr olduqdan sonra yəni məntiq demək olar ki, eynidir. Ona görə istəyirəm bununla bağlı qısa bir video çəkim. Zaten həm kod cəhətdən, həm konkret cəhətdən sadədir. Ümid edirəm başa düşəcəksiniz. Bəzi adamların, məsələn, mənim tələbələrimin bir çoxuna sıxıntı çəkdiyi müəyyən bir hissə var. Onu da istəyirəm burada göstərim və bu mövzunu da həll etmiş olaq. Birinci dərsimizdən bizim belə bir folderimiz var. Düzdür, bu indi yazacağım, yəni bu video yeni başlayanlar son qədər də uyğun olmaya bilər. Amma nəzərdə bu topiki aradan çıxartmaq istədim. Bu çünki biraz burada tez-tez keçəcəm kodlara, səhifələrə falan. Amma biraz orta babat bilən developerlər üçün məncə başa düşən olacaq hər şey. Amma onu da deyə bilərəm ki, çox da yeni başlayanlar üçün elə qəliz olmayacaq. Biraz özləri də kodu araşdırıb falan rahatlıqla həll edə bilərlər deyə düşünürəm. Okey, o zaman başlayaq. Mənim burada core folderim var. Amma kontakt formu yaratmaq istəyirəm. Bir əlaqə formumuz olacaq bizim. Adam orada adını, soyadını və ad, mail və mesajını yazıb göndərdikdən sonra biz adama avtomatik şəkildə bir mail göndərəcəyik ki, məsələn, sənin artıq e-mailin alındı kimi bir mesaj göndərmək istəyirik. Daha səliqəli işləmək üçün start app deyib kontakt adında bir fayl yaradıram burada. Bu Django'nun özündə hazır gələn hissələrdir, strukturlardır. Gördüyünüz kimi bunların içində buna oxşar bir folderimiz yarandı. Mən gəlib bunu yaratdıqdan sonra təbii ki, nə edirəm? Burada bildirirəm. Burada dəyişək. Kötü belə bir şey edə bilərəm. Biraz daha oxunaqlı olsun deyə MyApps yazıram və daha sonra kontakt burada qeyd edirəm. Bir də bunu kontrol edək. Okay. Kontaktı bura bildirdik. Bizim bir template'imiz olacağı üçün onu da gəlib burada qeyd edirəm. HTML kodlarımızı yazacağıq deyə, fayllarını yaradacağıq deyə biz gəlib bunu da burada qeyd etməliyik. Bir də burada templates qovluğu yaradaq. Bunun da içində olacaq bizim bir kontakt HTML. Bir də olacaq email template HTML. Okey, deməli məsələ nədir? Bizim kontakt hissəmizdə, appimizdə bir form olacaq. Gördüyünüz kimi orada bir form faylı yoxdur. Çox zamanda bu forms özü belə yaranır. Bir forms faylı yaradırıq və bütün formlarımız bunun içində olur. Bizim burada olacaq ad, mail və mesaj formumuz. Adam orada input doldurub butona submit elədikdə avtomatik bizim backendimizə istək sorğu gedəcək. Gəlin o zaman ilk öncə onu yazaq. Belə bir sadə formumuz var burada. Username, tarifil, okey, label ad ver də max densə. Buna da max dens verə bilərik əslində. Yəni, maksimum uzunluğu nə qədər olsun onu qeyd etdik. Okey, formumuz bu şəkildə. İndi gəlirik settingsə. Settingsə bizim bir email konfigurasiya kodumuz var. Ki, mən bunu direkt kopyalayacağım. Okey, burada. Passwordum var burada. Onu saxlayıb. Yəni də buraya nə yazıram? Email okey, host password, bəli. Deməli, bu burada qalsın. Bu hazır bir koddur. Yəni bunu
Məncə heç kim oturub əllə yazmır. Hazır həmişə yəni yazar ki, bunu copy-paste edib istifadə edirik. Bir də bunu belə deyim, kasıb ehtiyac yoxdur oturub tək-tək yazmağa. Bu hazır bir koddur. E-mail göndərmək üçün lazım olan konfigurasiyamız budur. Sadəcə adamların bizdən istədiyi odur ki, useri burada yəni istifadə etdiyi mailin adını yazırsan ki, hansı ki sənin məsələn şirkət və ya da sənin şəxsi öz mailindir. Qarşı tərəfə hansı adla gedəcək, hansı maillə gedəcək onu qeyd etməlisən. Bir də bir çox adamın çaşdığı hissə odur ki, email host password deyəndə bu adamlar sənin mailə giriş etdiyin passwordu istəmirlər. Yəni sənin burada artıq özünün bir app password yazmağına ehtiyacı var. Bunu istəyirəm göstərim sadə bir şəkildə. Mailə girirsiniz. Burada manage your Google account. Buna klik edirik. Bunu bağlaya bilərik hətta. Burada search hissəsi var. Gəlib bura apps yazsaz kifayət edir artıq. Burada app password çıxır. Burada bir security check-dən keçək. Okay, bizdən bir app name istəyir. Mən nə yaza bilərəm? Send email. Belə bir şey yazacağam elə. Create deyirəm və mənə passwordu verdi. Bu qədər sadədir əslində bu proses, amma dediyim kimi bəzi biraz yeni başlayan developerlər, heç öncədən təcrübəsi olmayan developerlər bu funksiya ilə bağlı biraz bununla bağlı sıxıntı yaşaya bilir, biraz çaşa bilirlər. Yəni əslində bu qədər sadə, kiçik bir hissədir. Bunu bura əlavə edirsiniz və bu da sizin ola passwordunuz. Bu qədər. İndi bizim edəcəyimiz növbəti bir şey nədir? Yəni bizim email ilə bütün connectionımız hazırdır artıq. Bunu da bağlaya bilərik. Model ismimiz olmayacaq. Onunla keçməyək. Amma normalda bildiyiniz kimi əslində biz burada bir model olmalıdır. Kontakt modelimiz olacaqdır bizim. Bütün bu formalar databazaya düşməli idi. Amma biz təkcə şeyi göstəririk, belə deyim. O e-mailin gedib gəlməsini göstəririk. Zaten müəyyən qədər biraz təcrübəsi olan adamlar, yəni model hissəsində yazsaz onun bu hissəyə bir təsiri yoxdur. Mən də onu əlavə olaraq göstərmək istəmədim. Normalda bir kontakt formumuz olur və göndərilən bütün formlar ora düşür. Amma hal-hazırda bizdə o formlar havada qalmış olacaq bir növ. Okay, deməli gələk kontakta. Kontakt HTML-də əslində copy-paste etmək istəyirəm. Bir də bunlarla bağlı vaxt itirməyək. Okay, buradan bir copy-paste edək. Bura. Çünki sadə kodlardır. Əlavə bir də bunların üzərində bir yazı vaxt etmək istəmirəm, nə yalan deyim. Sizin də vaxtınızı almaq istəmirəm həmsinin. Normal HTML tagimiz burada nə yazmışam? Demişəm, bir əlaqə formumuz title'ımızdır. Əgər adamın göndərdiyi mesaj uğurlu olarsa, success olarsa ki, biz bunu view'da da görəcəyik. Belə bir kiçik bir alert mesajı veririk. Daha sonra bir formumuz var. Postu CSRV tokenimizi qeyd edirik security üçün. Form SP-nin də yəqin ki, müəyyən qədər çoxdan təxmin edərsin olduğunu bizim buradakı filtrlərimizi göstərmək üçün qısa bir kod istifadə edirik. Və bir də butonumuz var. Burada type submit göndər deyirik. Bununla da butonumuz getmiş olacaq. Email template-də də belə bir belə bir qısa kodumuz olacaq, düzdür. Burada HTML təqdən ehtiyac yoxdur, çünki bu bir template olacaq. Bizim adamın gördüyü mesaj, belə deyim, səhifəsi bu olacaq. Salam, məsələn, mən hörmətlə göndərdim, salam, hörmət, mesajınızı uğurla aldıq. Qısa zamanda geri dönüş verəcəyik falan. Ayrıca bir CSS-də yazmadım, belə bir özündə qısa bir CSS-lə yazıb keçmək istəyirəm. Amma təbii ki, böyük professional bir layihədə bunu ayrı bir CSS-də daha gözəl şəkildə eləyə bilərsiniz. Bu da bizim email template-imiz olacaq. İndi isə form hissəsində yox, view-ya gəlirik. Və bizim İndi bizim tək bir işimiz qalır əslində. Bütün işlərimizi biz hazırladıq. Sadəcə bizim ən əsas olan o view-nu yazmaqdır ki, biz bunu göndərə bilək. Bu hissəni mən tez-tez yazacağım sizin üçün. Yəqin ki, videoda buranı nə deyirlər ona? Sürətli şəkildə qoyub keçərəm. Copy-paste etməyi bunu. Daha sonda başlayalarım istəyirsinizsə. Okay, millət, indi bizim son olaraq hissəmiz qaldı bir view faylında funksiyalarımızı yazmaq. Bunu da direkt copy-paste eləyəcəm. Zaten bu kodlar dediyim kimi internetdə var və bir çox insanın çətinlik çəkdiyi bir sıralama prosedurudur. Çünki
yəni yadımdadır tələblərimə nə qədər videosunu atsam, məqaləsində göndərsəm, başa düşülərdi ki, müəyyən çətinliklər çəkirdilər, həm sıralama ilə bağlı, həm nə bilim mailin konfigurasiyası filan, həm də ümumiyyətlə belə bir şeydir. Nə qədər əvvəlcədən bir dəfə bir prosedur görsəz tam şəkildə, o da daha rahat olur sonradan qoşmaq. Deməli, biz burada importlarımızı etdik. Render email message, render to string, contact form, buradakı formumuzu import etdik. Settingsimizdəki credential'lara göstərmək üçün burada import elədik. Send email default koddur. Burada biz gördüyünüz kimi subject, body, to email, from email, hansı maildən hara gedəcək, hansı maillər olacaq. Emailimizin type'ı HTML-dir. Çünki biz burada verirsəz bu email template HTML yaratmışıq. Bir də bizim burada əsas formumuzun funksiyonlığını belə deyim, çalışdırmaq üçün lazım olan view funksiyamızdır. Def contact view, okay, burada əgər metod postdursa ki, biz zaten posta qeyd etmişdik burada. Böyünə yazsaq yaxşı olar. Postdursa, okay, sən bu formu işlət. Formda izvalidsə, yəni nə oldu? İzvalidsə əgər doğrudursa, nə edirik? Birinci formumuzu təmizləyirik, daha sonra emailimizi alırıq, daha doğrusu göndəririk. Burada auto-reply biz bunu şey qoymuşuq, email template qeyd etmişik, okey. Email template-i də neyimi buradan göndəririk ki, verirsə. Adamın formda yazdığı neyimi tutub, avtomatik bu template-ə göndərir və burada da həmən neyimi tutmuşuq. Əslində, yəni məntiq burada sadədir, bunu nəsə import etməyə falan ehtiyac yoxdur. Biz həmən buradakı neyimi, adamı yazdığı neyimi buradan göndərib orada istifadə edirik. To email, okey, hansı mail falan, email host user, bunları settings py-da yazmışdıq. Biz bunları istifadə edirik hal-hazırda. Okey, əla, əgər hər şey okeydirsə, successimizi də göndəririk. O successi də biz burada tutmuşduq. Baxın burada. If success isə belə bir mesaj göndər deyə bilərik. Onu da contact HTML buradan göndəririk. Belə, bu qədər. İndi gəlib əslində run eləyib baxa bilərik. İşləməyim, bu qədər danışdıq. Run server elədim. Okey. Gəlib buradan Django'ya qaydaram. Biz göreli yazmadıq bu arada. Bir də onun üçün göreli yazaq. Deməli, from this korda yığdı, okey. From contact yox, bir dəqiqə yazacam, use. Bir də burada yaza bilərik, burada contact yazacam. Use.contact view and then name yazabilsək contact, böyle bir şey yazıram geçsin. Bir dənə də belə geri qoymalıyıq təbii ki, çünki default belə bir səhifə açır bizdə. Buna həmən ana səhifədə də edə bilərdik. Mən hələ ki kontakt səhifəsindədirəm, okey. Bunu tutaq aşağı. Əlaqə formumuz var. Dediyim kimi dizayn hələ ki işimiz yoxdur. Bu backend videosudur. Dizayn əsasız özünüz təbii ki düzəldib əlavə eləyə bilərsiniz. Əlaqə formu var, adınız, emailiniz, mesajınız. Mən nə edirəm? Buna bir belə dolduraq. Okay. Belə də öz mailimi yazdım, istifadə etdiyim bir mail olsun. Mesajımız da belə bir şey olsun. Okay. Hal-hazırda boşdur, spamda falan heç nə yoxdur. Biz gəlib buradan göndər desək. Okey, əla. Bir xəta aldıq, gözəl. Bunu həll etməyə çalışaq. Yaxşı oldu əslində, bunu da həll etmiş ola görə nə deyir? Deyir, bir key xətası var. Neyimi bu adam tapa bilmir. Və bu sətri göstərir bizə. Email template, name, data name, okey. Deməli, neyimi tapa bilmir. Name. Okey. Məsələ budur ki, millət. Biz burada username yazmışıq. Onu düz yazmamışım. Username, uzarname yazmışıq. Burada da düz deyil. Bu sənə deyir ki, gözəl insan deyir ki, sən name göndərmək istəyirsən. Amma name yazmamışsan da burada biz username yazmışıq. Birincisi bunu düzəldək. Username edək. Və şeyimizdən dönməyək. Bunu da username. Əslində name. Hamısını dəyişməyəni yaxşı gəlin. Tənbəllik eləyib biraz
Bunu nə etmədik? Eybi yox, belə qalsın. Çünki burada dəyişmək falan da var. Yəni əsas məntiq başa düşəsiz. Burada biz forumdakı həmən adamın göndərdiyi filtri tutmaq istəyirik. O da deyirsən burada name yazmısan, amma forumda başlığın username-dir. Mən də onu tapa bilmirəm. Ona görə biz onu dəyişib name etdik. İndi gəlib yenidən yoxlasaq. Okay. Format. Dəyişək. Hətta ki, belə köhnə mailimiz var. Belə bir şey olsun. Göndər deyirəm. İşlərmiş kimi görünür. Okay, mesajınız uğurla göndərildi. Əla, gələk bura baxaq. Əslində inboxdan bir gəldi və girib burada gördükdə D format adamından, mailindən vaxtda bunu görə bilirik. Mesajınız uğurla alındı deyir. Burada klikləyirəm, salam format. Fikir verirsə, əslində o klik eləmişdi, o getdi. Həmən adımızı tutduq burada. Mesajımızı da, mailimizi də bu şəkildə göndərmiş olduq. İndi formatlayın burada. Siz təbii ki, bunu dəyişəcəksiniz. Belə sadə bir, daha maraqlı bunu eləmək olar. Dizayınız tək ki, sizin buranı, dizaynını gözəlləşdirməyinizi, CSS-lər filan şəkillər əlavə edə bilərsiniz. Normal gördüyünüz sizə gələn böyük şirkətlərin və yaxud da ki, reklam tipli mesajları bu şəkildə eləyib işə qoya bilərsiniz. Axıra gətirəmədim videonu. Okey, belə millət, ümid edirəm faydalı oldu. Qısa, sadə bir şəkildə mail göndərməyi, bir-iki yenə nüanslara toxunaraq göstərmək və izah etmək istədim. Görüşənə dək hələlik.